Aziz dostlar, günümüzün reallığı ilə ayaqlaşan bir rivayət sizə söyləmək istəyirəm. Deyir, bir yaşlanmış dəvə ölümünün yaxınlaşdığını hiss etdiyi üçün əvvəlki sahibinin yanına gedib onunla halallaşmaq istəyir. Sahibi bunu görəcək, dəvədən soruşur: "Nəyə gəlmisən?" Deyir, "Sizinlə halallaşmağa gəlmişim." Sahibi deyir ki, "Axı mən səninlə halallaşmışam." Deyir, "Hə, mən səninlə halallaşmaq üçün gəlmişəm." Dəvənin əski sahibi deyir ki, "Buyur." Dəvə deyir, "Mənə 10 kilogram yem verməli olduğun halda 8 kilogram yem verirdin. Bu haqqımı sənə helal edirəm. 50 kilogram yük daşıtdırmaq lazım gəldiyi halda 100 kilogram yük vurub daşıtdırırdın. Bu haqqımı da sənə helal edirəm. 5 günlük yolu məni qırmazlaya 2 günə apartdırırdın. Bu haqqımı da sənə halal edirəm. Qonaqlarım gələcək deyə əziz balamı kəsib qonaqlarına yedizdirdin. Bu haqqımı da sənə halal edirəm. Biz yolu bildiyimiz, tanıdığımız halda mənim ciyəmi eşeğin quyruğuna bağlayıb çəkdirdiyin haqqı sənə halal etmirəm. Dəvə sahibi öz səhvini başa düşüb təəccüblənir. İndi dostlar, indiki zamanda da çox yerdə eşkəklər qabağa düşüb. Dünyanın gəliş-gedişini bilənlər məcburən onun arxasınca getməyə məcbur edirlər. Məndən sizə nəsiyyət, gəlin eşkəklərin arxasınca gedənlərdən olmayaq. Dünyanı öz xarüqələri ilə, elmi zəkası ilə heyrətləndirən ziyalılarımızın ardınca gedək. Düzdür, bu yolu getmək çətindir, amma gələcək dünyamızın əmin-amanlığı, firavanlığı naminə buna qatlaşmalıyıq. Diqqətinizə görə sağ olun. Səsləndirdi Yaqub Mustafayev.